Yayımın baş sponsoru Bizon. Xüsusi sponsorlar Qardaşlar Mebel, Rosko Halal Məhsulları, sponsorlar Bomba Beloçka Tumları, Previta Vitamin Kompleksi, Permalit Boyaları, Agromol Kilo Bazarı, Etiler Meat House Restoranlar Şəbəkəsi və Mebra Az Elan Platforması. Xoşbəxtli adamlar bu kətdə, nə istəyirlər tapırlar həyətdə. Bir ailə var amma biraz sadəlövdür, çətinə düşürlər hər hərəkətdə. Kənd havası, küçələr, yolları boşdur, kənd havası təmiz insanlara xoşdur. Kənd havası, gülər sadə adamlar. Yani ben sana bir söz diyeyim ha, bak sonra deme ki vurmağı demedin. Benim ehkamın altını tezekir eylemiştin. Bu açılsa sonra bana deme ki bala bunu sen harda düzəldin. Yaxşı. Düz deyir ay Qasım. Yalandan dedilər ki, Şərq bazarına yarım saat yoldur. Bir saat yarım deyə gəlirik, öldüm, ayaqlarım qırıldı, mənim. Ay Qəmər, o taksi ilə yarım saatlıq yoldur. Ay dayı, dayı bir dəqiqə olar sizi. Bəli. Salam Melek. Necəsin, nətər? Sağ ol, çok sağ ol. Salam bölüş. Mən dilənçi deyiləm. Bayaq da keçəndə gördüm ki, gözəl bir ailə keçir, gözəl insanlar keçir. Çox sağ ol. Fikirləşdim ki, mənə siz kömək eləyə bilərsiniz. Bir bu- dəqiqə dayan, Qasım. Mənə bax, bu nəsə fırıldaqçı, yalancı adam oxşayır. Boşda getsin. Yox qardaş, kömək eləyə bilmərik. Ay qız bir dəqiqə dayan da, kulaq asmaq da pulla diyor ki, görək nə deyir də. Dey görün bala, nə Yox, olur? siz mənə düzgün başa düşmədiniz. Mən bugün ata olmuşam. Hə, lap yaxşı, təbrik Hə, edirəm. təbrik edirəm. Cəmaət sevincini bizlə bölüşür, əla, əla. Uşağı xəstəxanadan çıxarda bilmirəm. Fikirləşdim ki, mənə ancaq siz kömək eləyə bilərsiniz. Ay yox Qasım, bir dəqiqə gözləyin qardaş. Bir dəqiqə. Mənə bax, mənə bax. Nətər yəni uşaq xəstəxanadan niyə çıxarda bilmir? Əli yerində, ayağı yerində, getsin işləsin, qazansın, çıxartsın da. Yo, nədə o dünyaya uşaq gətirə bilir, xəstəxanadan çıxarda bilmir. İnanma, fırıldaqçıdır sənə deyirəm. Bildim də. O sifətinə bax, fırıldaq yağır üzündən. O sifətdə adama inanmaq var. Ay Qəmər, bildim də, sən nöş belə ürəyi daş olmusan. Sən mənimlə nişanlananda yadında deyil, necə ürəyi yumuşaq adam idin. Adicə almadan qurt tapanda götürüb qoydun ağaca ki, qoy yaşasın burada. Bilirsən belə. Mən həmişə ürəyi yumuşaq olmuşam, amma həyat məni bərkə boşa saldı. Sənin başına gətirilənlərdən sonra mənim də ürəyim daşdaşdı. İnanma Sadirəm, ona bax, onun gözlərinə bax, cin yağır gözündən. Yaxşı. Qardaş, biz ailəlicə bəz danışdıq, müzakirə elədik. Biz sənə kömək eləyə bilməyəcəyik. Eləyə bilmərik, təbrik Eləyə edirik. bilmirik. Ya bir dakika dayan ya, çok uzun istəyirəm ya kardeş. Kardeş çok uzun istəyirəm. Sen yaxınlaşdın ne dedin ona? Ailəli. Ailəlisə məsləhətləşdiniz, düzdürmü? Bəli. Mən sizin ailəniz deyil, hə? Mənlə niyə məsləhətləşmədiniz? Ailəmizsən. Yox, bildim, Hə. Sen yaxınlaşdın ne dedin kardeşa? Dedin ki biz ailəlisə məsləhətləşdik, düzdürmü? Qoşum. Bəli. O iclasda mən niyə yox idim? Qoşum. Mən niyə iştirak edirəm bu ailədə? Yadam mı? Məni hardasa götürübsünüz mü? Məni uşaq evindən... Qoşu, Abala. ta Yox, mən deyəcək. işimi bilim, mən işimi bilim. Ay bala, He. özün atı olanda başa düşərsən. Valideynlərin yanında uşaq qərar verə bilməz. Ay sağ ol. Kimsə dur. Oldu qardaş, çox sağ ol. Bağışlayasan bizi. Yaşta Sağ kardeş, olun, oldu keş. salamat. Hadi, nə olub? Keç. Əmin oğludur, dayın Keç. oğludur. Qasım, gör nə deyirəm. Sən özün üçün pijamadasın. Sən pijamaları tez dağıdırsan. Hadi pinjamanı mən dağıtmıram. Yumaqdan sən onu pis günə qoymusan. Hər gün paltar yuvarla, pinjama yuvarla. Sən də bala paltar seç. Eliyle 2 kilo 300 gramdan çok olmasın. Dede narahat olma. Hamısına bir baxıram, görüm hansında düymə var. İndi baxmadan düymənin də öz ağırlığı var. Dede Vay, gör nə qədər ağıllıdır. Heç mənim ağlıma gəlməmişdi. Onda gəl bunları asaq yerinə, bunların zamoku var. Zamok hardasa yarım kilo gələcək dana. Nə edirəm? Mənə zamok lazımdır. Ana, sana niyə zamok lazımdır? Sən zamoksuz deyinəsən bunu?
Hə, zamoksuz olsun da la. Bu zamokas... Dada bu nədir deyir zamokas giyinəcəm? Nə deyir bu? Zamoksuz paltar giyinərlər. Demirəm, niyə zamoklu paltarı zamoksuz geyinəcəm? Bax, beləncə zamoksuzun seçəcəm da. Öyle deyirəm də. Ala bunları. Risk dedin adam. As yerinə qadan alım. Zamoksuz gör nə varsa mənim üçün axtar. Gör nə deyirəm, Qasım, sən də yaxşıdan da burnumuzdan gətirmə. Hər şeydə boş-boş şeyləri ürəyivə salma. Deyirəm Qəmər, fikrim qalıb bayaq o çöldəki uşağın yanında. Bəlkə də o düz deyirdi. Niyə fikrin qalır? Bax, hamısı yalancıdırlar. İndi bax, çıxacaq, görəcək ki, o yoxdur, yerində başqasılar. İnanmırsan? Bunun ürəyə dayandı, güc də çatmır. Ha bala. Pulum çatmır da birini çöməyir. Nə olub sən boya, maman boya qurban olsun. Elə uzat əlini qoyarsan da. Mənə baxı Qəmər, sən hardan bilirsən ki? Hardan bilirəm? Yadında deyil, Qasım, keçən dəfə də avtovağzalda biri yaxınlaşdı, pulum qutarıb qalmışam burada. Sən nə ağardın? Ürəyin ağırdı, qoşunun pulunu verdin ona, qoşu bizim rayona qədər qucağımızda getdi. Amma nə oldu? Gələn dəfə düşdük, gəldik avtovağzalda, gördük yenə də dayanıb orada. Nə oldu? Bunun ilə hər dəfə pulu qutarır. Nə danışsan sən? Ola bilməz ki, bir adamın hər gün pulu qutarsın. Sən paltarını seç. Elə şey olmur, Qasım. Elə şeyə ancaq sən inanarsan. Gör nə deyirəm, dəsmallardan da seçimin. Ona ayrı. Qadam, nə ağarsan? Ay bala. Ay qoşu. Ay bala. Nə götürmüsən? Bu qədər idənin ağarsan. Ucuzdan, Allahdan. Ucuzlu bir kilo aldana bir səbət neyinirsən idəni? Bu başdan idin, ha? Apar qoy yerinə, qadan olarak. Mamam boya qurban olsun, apar qoy yerinə. Gör nə deyirəm, Qasım, dəsmallar da xoşuma gəldi. Dəsmallardan da götürün, məruzumuzu silməyə. Götür. Hə? 2 kilo dəsmal götürün. Hədi göt dənə day. Nə olub dana? Xalqa görə həmişə bizi danlayırsan. Xalqa görə danlamıram. Kimə görə? Xalqa görə. Buna ayırır, ay bala. Ay qoşu, nə götürdün yenə? Xurma götürdüm, dana xurma. O qədər xurmanı yeyinirsən, iftar süfrəsi verirsən. Baxma, dana deyim, çay içərik. Aydındır müəllim, hər üçünüzə porsiyon dönər. Bəli, çox sağ Onu tez bazar elə Xoş, qarşıda. bir dəqiqə alın. Oldu. Nə olub, ara get. Ay, Ara get. gedirəm mən də baxım, görüm o nətər hazırlayırlar. Həm də ki, ona belə canlı baxanda üz-üzdən utanar, əti bol eləyirlər. Yaxşı, bizi güldürmə cəmaata, otur burada. Qoşu, otur da dədəvi əsəbləşdirmə, otur. Dədəm olsun elə hər şey əsəbləşir dana. Keçin dəfə də evdə stolun ayağı çıxıb. Ha birlədə, hallədə onu yerinə sala bilmədi. Axırda əsəbin nəzəsi çıxmadı axı. Bu yerdə də kimmədən çox qoşqar. Məni çağırdı yanına, ay qoşqar. Gəldim yana dedim, ha dədə, nə olub? Qaçı, ay valla, saata bax, bu vaxtda adam oyaq qalar. Həyat yoldaşına xahiş edib tapşır. Yaxşıdan, susanmırsan bir dəqiqə sus dana. Gedin lan. Görürsən, sən tərbiyə elədiyin uşaqdır da. Görürsən nə danışır? Böyü tək mən tərbiyə eləmişəm. Kimizə tərbiyə eləmişik? Gün ortaya qədər mən tərbiyə eləmişəm, gün ortadan sonra da sən. Elə gün ortaya qədər bu püskünə düşdü də. Qəmər xanım, çox xahiş edirəm. Həyat yoldaşınız Qasım müəllimə deyir ki, hər şeyə görə oğlunu danlamasın. Oğlunun da bu boyda bığı var, ayıfdır, yekə oğlandır. Düz deyir. Hər şeyə görə uşağı danlama. Day o boydana yekə bığı var. Qəmər xanım, sən də oğluma deyirəm ki, danlanmalı hərəkət eləməsin, danlanmasın. Sən də düz deyirsən. Eşidirsən qoşu. Danlanmalı hərəkət eləmək ki, o da səni danlamasın. Çox xahiş edirəm, həyat yoldaşında deyir ki... Bir dəqiqə dayan dana, ona denəm, buna denəm. Nə, mən ortada faşdoloz adam. Öz sözünüzü özünüz deyin bir-birinizə. Vəssalam. Nəysə, dönərimiz də gəlir, sakit olun, eşidib bizi biabr eləmir. Nəysə. Gəlir. İnanırsan, bala, canımsın, məndə olsaydı, sənə qurban deyim, mən səni heç vaxt ümidsiz, naümid bıraxmaram. Məndə də vəziyyət oldu öyle, indi arvad, uşaq, müəyyən məsələlər. Amma çalışaram sənə kömək edim də, narahat olma. Məndə də olub, mən də cavanlıqda olmuşam, belə çətinliyə düşmüşəm. İnandırım səni, bala, bunu heç kimə danışmamışam, qoy sənə danışım. Qoşqar təzə anadan olmuşdu. Evdə heç qəpiyimiz də yox idi. Çöldə də bir dənə qar yağır, bir dənə soyuq var. Çölə çıxmaq olmur. Qəmər gəldi mənə dedi ki, ay ki, nə fikirləşirsən, uşağın yeməyi yoxdur.
qalmışam ümidsiz. Çıxdım çölə dedim gedim kimdən borc istəyim, kimdən alım, kimdən pul istəyim, kimdən xahiş edeyim. Böyle fikirləşə gedəndə gördüm ki, qarın üstündə 5 şirvan pul var. Baxıram ki, nə ayak izi var, nə bir adam var, amma pul oradadır. Sözümün canı odur ki, məni naümid buraxmayan bala, deyirsən səni naümid buraxar. Yo, narahat olma, yaxşı olar. İndi çətinlik olur da, indi bilmirəm mən sənə necə köməklik edeyim, nə deyim. Amma mən sənə başa düşürəm, uşaq məsələsi elədir ki, adam həssas məsələdir də, adam, böyük adam bəlkə də pula ehtiyacı olanda, deyirsən ki, ev yoxdur, indi işləyər, Bıy, Qasım, bana bax, öz-özünə danışırsan, gözün niyə yaşar be? Öz-özümə danışmıram, Qəmər, o Bakıdakı oğlan yox idi. Hə, Ona təsəlli verirdim. bıy, eşidir ki o, Kimə eşidir? oğlan. Oğlan eşitdi, eşitmədi, indi mən özümü eşidirəm də, ay Qəmər. Şumladım, qutardım buranı, görüm nə inirəm. Darıxma, bala, darıxma. Uşağı da çıxardasan, o uşaq da böyüyəcək, o ünüstə da girəcək. İndi çətinlikdir də, bunu gərək keçib gedəsən. Darıxma, görüm nə inirəm. Yaxşı da, nə olub, daşıdın apardın ki, hamısı. Nə olub Qasım ki? Əhvalın yoxdur, nəsə olur? Hə? Bir dəfə udarsan, bir dəfə də uduzarsan. Yox, nərd söhbəti deyil, qulaq az. Nərdə görə deyiləm. Şəhərdə uşaqlarla gəzirdim. Bir dənə oğlan yaxınlaşdı mənə, belə balaca boy. Dedi, uşağın balnisada uşağı çıxartmaq lazımdır. İnanırsan ki, o mənim ağlımdan çıxmır. Nömrəsini də götürmüşəm, köməklik eləyə bilmədim ona. O çıxmır mənim ağlımdan. Qasım kişi, bilirsən Bakıda nə qədər maşinlik var. Bir də görürsən biri gəlir, əlində həkim resepti, deyir pul ver uşağımız. Bir də görürsən biri gəlir ki, uşağım xəstədir, həkimə aparmalıyam, pul ver. Bir də görürsən biri gəlir, bazarlıq eləməliyəm, pulum yoxdur, çörək almalıyam. Bir də gəlir ki, evin işığın çekin gətirib. Bu deyir ki, evin işığın pulunu ödəməsən, işıqlarımı bağlayacaqlar. Nə bilim ya kəramət, mən də belə evdə fikir, nə oldu? Nə olub bala? Nə olur? Təmin çıxdı düşdü yerə, nə olub? Bəyəkdə sən axtamıram mən. Zakir dayının maşın sexindən tutmuş, Nahibə xalanın qadın salonuna kimi baxmışam, sən tamam bilmirəm. Bala, mənim maşınım var, mənim maşın salonunda axtarsan. Ya mənim satım var, mənim gözəllik salonunda axtarsan. Məni kətdə kəsəkdə axtar da. Bir yaxtarın mən. Nə olub, nə məsələdir? Heç nə, mam deyir ki, gəlsin, yemək hazırdır. Əliniz adını yusun, otursun yeməyin yesin. Əliniz adını yusun, bunu elə bildim də, gəlib özüm bilirəm də, əlimi yuyacağım, çörək yeməliyəm də. Yaxşı, narahat olma. Get, gələn ha. Get gəl. Gələn ha. Get belə gəl. Gələn ha. Ha, get gəl. Getdi. Nerede oynayırıq axı? Nə vazımışdı, nə vazımışdı. Bu kişinin qarnı açdı. Qarnı ağrıyır. Deyirəm, qarnın açdı. Qarnı açdı. Ayım. Yo, düz deyil. Mən getdim evə çörək yeməyə. Sonra oynayar, hər şey sonra oynayar. Qanım qaradı. Bir tas. Yo, qanım qaradı. Get. Ya. Nə Qanım deyirəm? qaradı. Pikat, dəndini bir gəl. Buyur. Yaxşı, gəl. Gəl görək. Gəl. Bu maşını da düzəltdir. Keçən dəfə yadındadır, bu ilə məni apardı nə evə? Açdı, düşdüm kürə. Səndə heç bu da yoxdur. Gəl. Gündüz gitti, gece geldi bilmirəm. Rahat olur, nədən bilmirəm. Evin böyünə, yemək birinci çəkilə. Dağıtdım, gördün Qasım. Gəlmə. Əl-ayağı məsələ tələstirirsiniz. Ay Qəmər. Hə. Deyirəm ki, ay Qəmər. Bir dənə belə ideya gəlib beyinmə. Hə. Bu Allah ölənləri bizə rəhmət eləsin. Mənim rəhmətli anamın bu evdə qızıl sırğası var idi. Zəmbil sırğanı deyirsən, hə? Zəmbil sırğa, ay sağ ol, zəmbil sırğa.
Hə. Deyirəm, bəlkə onu aparaq, o bizim qohum var, qızılçı. Verək o satsın, 10 pulunu aparam verim o Bakıdakı oğlana. Yaman narahat qalmışam. Həm anamın ruhu, Allah ölənlər üzü rəhmət eləsin, həm anamın ruhu şad olar, həm də o oğlanı da vəziyyətdən çıxardarıq da. Bir yaxşılıq eləmiş olarıq ona. Deyirəm ki, Qasım, çox qəribə adamsan. Sən küçədə bir adam görən kimi o dəqiqə anavın zəmbil sırğaları yadıma düşür. O zəmbil sırğaları düz 5 il bundan qabaq yadıma gəlir, qonşumuz Cümşüdün oğlu institutdan kəsilir də. Hə. Apardın, satdın, pulu verdin ki, qoy qonşumun uşağı oxusun. Onda satdıq, qutardıq. Nədir ki, məndə bəyəm zəmbil sırğa bir zəmbildir. İndi o səni o Cümşüd yolda görsə, sana heç salam verməz. Belə üzünü çöndərər, çıxar gedər. Ne üçün salam vermiş? Ona görə ki, ay dədə, insanlar biraz o yaxşılığı tez unudur, ona görə. Əşi, o mənim yaxşılığımı unudana qədər, mən ona elədiyim yaxşılığı çoxdan unutmuşam. Başa düşdün? Mənə bax, o oğlanın məndə nömrəsi var. Bura yazmışam, Bakıdakinin. Yığ soruşum görüm neyinir, nətərdir. Neyini, Qəmər, narahatam ondan. Qorxdum ha, nə olur? Alo! Salam oğlum, salam, necəsən? Qasımdır, Qasım. Əşi, yox, nə paş dalıyorsun? Bəyək sənə yaxınlaşdım, sən mənə yaxınlaşdın, sonra mən sənə yaxınlaşdım, sonra bir də mən sənə, sonra sən bir də mən. Oğlum, səndən yaman narahatam. O pul tapa bildin? Yox. Heç işi ucu da yoxdur. Yaxşı oğlum, görüm neynirəm, səndən elə narahatam. Görüm, hə, yaxşı. Qəmər, bu pulu tapa bilməyib, uşaq qalıb. Danağayraq. Biraz da bizdən narahat ol da. Bax, uşağın çörək yeməyib, bayaqdan yeməyə çəkmişəm qabağına, bir qaşıq da yeməyib. Biraz da ondan narahat. Özüm pris və bayaqdan ağzına pris yatmadım ki. Görün məndən yana narahat qalasan, görən bu uşaq yedi mi, yemədi mi? Ömür billah, ancaq yadlara canın yansın ha. Ye, mamam boya qurban olsun, ondan bir tikə ye. Adam iştahında küsürlər, itəmiz. Sən də ye. Sən də ye, ay bu Qasım. Canın xəstəliyi tapacaq onun bunun dərdini çəkməkdən. Boğazımdan keçmir də, ay Qəmər, keçmir. Oğlan gözümün qabağındadır. Mənim də gözümün qabağındadır, amma afri sifəti ilə. Sən dayım canı ya. Sade adamlar, balam gel havası, sizi hörmətle salamlar. Qasım, bax, o bitkə yer qalıb, hamısını eləmişsən, bu bir dam, oranda bellə gedək. Yox, Qəmər, bəs yorulmuşam, səhər eləyərəm. Az qalıb da, bugün işin sabaha qoyma, bax, o bir damcı yeri, elə gedək. Salam bölək, yorulmayasın. Yorulub, dədən yorulub uca bala. Yorulub? Yüngül. Dədə, gör sənə nə almışım. Nə? Nədir bu? Bizon. Bizon. Adama bir dənə, birini seçin. Qırmızı Qırmızı mamın, mənim. qara sərin, Aha. ağda mənim. Ziyan. Mənə bax, oğul, mən bunun yarısını içim, yarısını da saxlayım sabaha. Ay, yenə də bahalı deyil, yaxşı. Lazım ola yenə alaram. Onda hər gün al. Hər gün. Hər gün al. Söz. Vəssalam, duş eləyim. Ana, işlənə. Tirə. Sərin. Bəh. Baba, zirvələrə necə ola bilərəm? Mənim balam, çalış, haqqın tərəfində ol. Əhdə vəfalı ol. Bir də halaldan qidalan. Halal olandan yemək cismin qidasıdırsa, halaldan yedizdirmək ruhun qidasıdır. Rosko, yalnız halal.
Ay bala, neyinirsiniz siz burada? Ay kızım, toyuqlar qalıb çöldə. Bu mal heyvan qalıb həyətdə. Bunları yemək vermək. Tüm tutuyorsunuz burada. Sənin qadın qara. Mən bir dəqiqə mal qara qaşmıram. Bir dənə buna bax. Qara. Hər birə bir iz qalmış. Sən zana bir dənə dadına bax bunun. Bir dənə dadına bax. Dayanaq ol. 5 dəqiqə sən istirahət elə də. Nədir? Toyuqcuza qatmır ki. Bir şey tapıb yiyəcək. Heyvan da həmçinin yiyəcək, geyib girəcək yerinə. Nə qəşəng. Bəyəndin? Çox xoşuma Mən gəldi. qovuranda bəyənmirsən. Beliçkanı bəyəndim. Sənin ailə vay. Tibb bilimləri doktoru, ali dərəcəli həkim, beynəlxalq allergoloqlar, immunoloqlar və İmmun Reabilitasiya Elmi Cəmiyyətinin üzvü, Almaniya Avropa Universitetinin professoru Qurbanov Hüseynağa Əlioğlu. Son vaxtlar valideynlər uşaqların tez-tez xəstələnməsindən, yaddaş zəifliyindən, inkişafdan geri qalmasından, il ərzində dəfələrlə xəstəliklər keçirməsindən şikayətlənirlər. Previta vitamin tərkibində A vitaminindən tutmuş, yod və krom elementlərinə qədər vardır. Əqli zəiflik, metabolizm pozulması, immuni defisitlərin aradan qaldırması üçün previta vitaminin verilməsi məsləhət görürəm. Previta içərək gələcək həyatınızda sağlam addımlar atın. Dostlar, Master Tools şirkəti olaraq möhtəşəm Ramazan kampaniyasına start vermişik. Kampaniyamız nədən ibarətdir? Düz mart ayının 1-dən mart ayının sonuna kimi, yəni Ramazan ayı boyunca bizim bütün boyalara, həm Antiqa Signoria, həm də permanent boyalarına 15% endirim əldə edə bilirsiniz. Məncə bu möhtəşəm kampaniyadan istifadə etməyə dəyər. Ünvanımıza deyim, ünvanımız çox rahatdır. Əhməd Rəzədə küçəsi 203 Master Tools mağazası. Bura Şərq bazarının 2-ci mərtəbəsində yerləşən Aqramoldur. Oskar, bax burada var ha, hamısı pambıq materialı olan geyimlərdir. Nə deyirsən var, kilo oynandı. Qoyuruq tərəziyə, nə qədər gəlsə alırıq. İndi sən bana qulaq asın. Biz eləmiş bunu geyindi çıxdıq tərəziyə. Olduq tak ki, deyək ki 70 kilo. Səcər oradan tutduq bunu çıxartdıq, bir də çıxdıq tərəziyə. Olduq elə bir ki 65 kilo. Ona görə mi qiymət deyirlər, yoxsa nətər? Nə soyunu geyinirsən ki, bunu qoyursan tərəziyə çəkir və salam da. Bu yeni asan demiş, elə deyirəm bunu geyinirəm, soyun, geyin, soyun. Qoy çəksinlər. Kilo oynandı, narahat olma, qoyuruq. Sizi gətirmişəm 28 molda yerləşən Etilər Meat House-a. Dədə, burada istədiyin yeməyi yeyə bilərsən. Hər cürə kabab, dönərin bütün növləri, pidələr, lahmacunlar, pizzalar, çayın yanında o şirniyyatlar olur, görürük. O bütün hamısı buradadır. Bala, bunları bildirməyə 7 güçlük və bunların hesabını kim verəcək? Qəti narahat olma dədə. Səndən bugün qəpi də çıxmayacaq. Hələ, onda gətirin. Əfşad, oradan hesab verməm, mamma zəhmət olmasa. Bayaq dədəmə deyəndə ki, səndən pul çıxmayacaq, məni nəzərdə tuturdun. Qurbandır sənə, yeş keyf edir. O da bir dənə Napolyon ver. Gəl. Gəlin bura, baxın. Görün hara girmişəm. Mebra Az, mebel elanı platforması. Burada bir çox mebel istehsalçılarının mebelləri var. Günü-gündən də artır. Ürəyin istəyən mebeli, formasını, rəngini, dizaynını axtarışa verirsən, basırsan çıxır istədiyin mebel. Gördün? Burada ancaq mebellər olur. Yox, pərdədir, çılçıraqdır, şəkildir, saatdır, süfrədir, nə bilim, parketdir, xalçadır. Evi nə görmürsən, hər şey. Bəs bu rayonda yaşayanlar necə istifadə edir Mebra.az-dan? Rayonda yaşayanlar da evinə ən yaxın olan mebel dükanlarından istədiyi mebeli seçirlər, buradan axtarışa verirlər, çıxır. Görsən, bu pərdə ilə bu parket bizim evimizə uyğun gələr. Yazdım elə, belə çıxdı, uyğun. Bu evə? Hə. Bura yox. Təzə evdə, qoşqarı evləndirərik, təzə evində bu hamısından alarıq. Hə, yaxşı. Onda bu xalçalara da baxın. Baxa. Gel havası sizi hürmetle salamlar.
Qasım. Ay Qasım. 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 Ne olur? Jaldan onu oxudu. Ha? Kim o? Kim öyle? Səsini al. Ne olur? Qasım ölürəm. Dedin isti kərpic qoy keçəcək, keçmir. Ha? Qəmər, mən də sənin kimiyəm. Tosun sən keçirdiyin hissləri keçirdirəm. Sən də o oğlanın dərdindən yata bilmirsən, hə? Bakıdakı. İnandırım səni Qəmər, gözümü yumuram. Onun o məsum baxışları gəlir durur gözümün qabağında. Elə pis oluram Qəmər. Qasım, sənə uzananda dedim, nəsə soyuq olub, bağırsaqlarıma sancdan qıvrılıram dedim. Dedin isti kərpic qoy keçəcək. Deyirəm, xalqı düşündüyün kimi, bir hərdən böyründəki, başındakini də düşün də. Nə tər mənə əsəbləşdiririk? Sən nə vaxt ağrıdın, mən sənin qulluğunda dayanmadım, ay Qəmər. Boy, mən nə vaxt ağrıdım? Mən axırıncı dəfə bilirsən, nə vaxt ağrımışam? Qoşu dünyaya gələndə. Ondan sonra mən ağrıdan bir şikayət eləmişəm. İndi bugün nəsə soyuq olubsan. Mənə bax, ay Qəmər, mən sənə dedim ki, qarnının üstünə kərpic qoy. Qoymuşam da. Bu hamam vannasıdır bu. Bu öldürər səni, qalarsan altında bunu. Başqasını tapanmadım da bunu da hinin divarından söktüm, çıxartdım. Bizim hinin? Hə. Az toyuqlar çıxdı getdi, nağayırsan sən. Mən ağayırım. Ha bu nə tər adam? Ay Qasım, bir də ağırda altından çıxamıram. Az altından çıxan mən səndən, bu ağır deyək bir... Götür bunu, götür. Bu nə ağır? Bu nə ağır şeydir? Ay Qasım, sancım keçdi. Sancım bundan neymiş sən? Mən də bir dənə previtam isim. Yatın mənlə. Yalansa onun məsum baxışları, onun məsum baxışları. Kimə deyirsən? Cinyağı deyil gözlərində. İç Qəmər, iç. Ay sağ ol. Dərman da vereyim Qəmər. Yox, düzəldim biraz. Düzəldin? Bu nə ağrıdı ki Qəmər bir qurtum suya düzəldi. Qasım, Hə. bəzən qadınlar dərmansız da sağalır. Yetər ki, özlərinə qarşı sevgi, qayğı, diqqət görsünlər. Hə, nə olar, buradayam da mən həmişə. Özün bilirsən Qəmər. Onda əlimi sığalla. Hə? Əlimi sığalla. Yaxşı, istəyirsən lap öpüm əlindən. Nə olarsa Qəmər. Mən səni çox istəyirəm, Qəmər. Qadan alaram mən səni. Gəl bir qurtum da iç. Bəs istəmirəm. Nuş olsun, nuş olsun. Gəlirəm. Yaxşısan Qəmər? Hə. Gəldim. Hay atonla sən. Bu gecə ilan vuran yatdı, Qasım sən yatmadın. Hara yatdın? Vicdanımın səsi səhərə kimi danışdı, Qasım sən qulaq as. Vicdan danışdı, sən qulaq as. Deyirlər ki, insanın qulağı eşitməyəndə kar olur. Yox, kar olmur. İnsan vicdanının səsini eşitməyəndə kar olurmuş. Mən bu gecə onu hiss elədim. Ömür boyu ay Qasım, ona buna kömək eləmirsən, ona buna əl tutmuşsan, ona buna yaxşılıq eləməyə çalışmışsan, indi qalmışsan iki daşın arasında. Vicdanım qoymadı mən yatmağa. Deyirəm, o oğlan hələ bilə çıxmadı mənim qabağıma. Burada bir hikmət var. Mən ona köməklik eləməliyəm. İndi uşaq yəqin bağışlayar məni, onun daxılını götürdüm. Qalanı da Bakıda dostdan, tanışdan biraz yığaram, köməklik eləyərəm, o gedər uşağın oradan çıxar da. Səhər saat 6'da mən yavaş-yavaş tərpəniyim. Bu xoruz banlamır. Banna da, gələk mən səni daş adam bannadam.
Mənim xoruzum da yatır, pay at ondan sən. Mən gedim yavaş-yavaş şəhərə. Gün qalxmamış. Sonra gecə olar. Boy, saat 10 olub. Ne tar ağırmışam, sızıb qalmışam. Qasım, ay Qasım, sən də yatanmadın səhərə qədər. Yatıb qalarsın. Boy, Qasım nə əzir? Qasım. Oh, Salam, Nətərsən ay Hacı Qasım kişi. Sağ ol Qasım kişi, sağ ol. Nə var, nə yox, işin gücün. Sağ ol, hər şey yaxşıdır, Allah canını sağ eləsin. Boşluqdur. Hə, İş zad yox, bir şey yox. bir dənə üzr istəyirəm. Qəmərdir. Ha, buyur. Hə, Qəmər. Qasım, hardasan? Bir adam gedəndə deməz ki, gedirəm. Səhər durmuşam ki, yoxsan. Beşi hardasan deyəndə ki, itməmişəm ki, yuxduğun deyirəm də şəhərdəyəm. Nə olub? Onsuz da mən sənə yuxulu nəsə deyəndə axşam təzdən bir də soruşursan. Ay Qasım, qonşunun gəlinin telefonu ilə danışıram. Kontur gedir, mənə cavab ver görüm hardasan. Ay, heç nə, o dünyaya gələn uşağı balnisadan çıxartmağa gəlmişəm. Axır ki, öz bildiyi verədin də, hə? Hə, nə olar? Tək sənin ürəyin yerində olsun. Get köməyə verə. Yaxşı kontur qutarır. Alo. Konturu qutar. Telefon söndü, pay at ondan. Mən bu telefonumun zaylatkası konturdan tez qutarır da. Tuğulan səni ya. Gəldim Hacı kişi. Gəl çəkilək qırağa, söhbət eləyək. Nə var, nə yox. Yaxşıyam, sən neyinisən? Sağ ol, yavaş var. Belə də boşluqdur da. Sənin o əmin var idi, 87 yaşında olan. Hə. O necədir? O əmim yaxşıdır, turp kimi. Bir şey zad olsa dedə, maşınla gəlim. Əşi yığanda telefonu götürürsən ki. Əşi, neyirsən telefonu ye? Bizim qaynar xət var da. Ulduz 0112-yə zəng elə, maşın göndərsinlər, gəlsin də. Doğrudan? Valla. Ulduz 0112 deyən yazım. Yaz. Ulduz. Bu da sönüb. Yadımda saxlayacağım. Ulduz 0112. Ulduz 0112. Bizim qaynar xət. Bildim də qaynar xət. Ay sağ ol. Yazardım, burada telefonum sönüb. Vəssalam. Mənə bax. Sən dedin biraz da vəziyyət o deyil. İndi bilmirəm nətər deyim, deməyim. De gəlsin. Deyirəm ay Hacı. Bəlkə üstündə 500 manat pulun olar. Bir yaxın adam var. Uşağın balnisadan çıxartmaq lazımdır. Ona lazımdır. Bir yarım saat bundan qabaq desəydin, bir şey fikirləşərdim. Sən canım. Vallahi. Yarım saat bundan qabaq varın neydi, hə? Olmasa da bir şey fikirləşib cavab verərdim sənə. Şu cavabını neynirəm? Sənin ya olur ya olmur da pulda. Yox, cavab öyrənməyə gəlməmişəm ki, ay Hacı kişi. Yoxdur da, hə? Yoxdur, əlimdə yoxdur, amma bir şey fikirləşmək olar. Fikirləşməklə mənim göydən pul tökülür. Onda gedim görüm mən neynirəm. Hələli Hacı özündən muğayət Sağ ol. Ulduz 0112-yə mütləq zəng elə. Bazar olsun. Adam deyə də bilmir, olsun, olmasın. Allah səndən razı olsun. Olsun da, şuna var olasan, var olasan, var olasan. Getdim görüm neynirəm, hardan tapıram, nə qayıram. Get, Allah kömək olsun sənə. Allah kömək olsun sənə. Ulduz 0112. Cəlil. Ay Cəlil. Vay. Yatım ki bu. Ay Cəlil. Ay Cəlil. Cəlil. Nətərsən? Qasım dayı. Yatmışdın. Salam, necəsən? Yaxşıyam, sağ ol, çox sağ ol. Otur. Möhkəm xorurluysan ha. Yaman xorurluysan ha. Əvvəl elə bildim preparatorla iş görürlər burada. Gördüm sonra sənsən. Mənə bax. Elə yorulmuşdum ona görə. Sən özü bir dənə həkimə göstər. Bu hələ belə xoruldamaq deyil bu. Xoruldamaq mənlik deyil. Ay Qasım da yadında, mən uşaq vaxtı sizdə qalanda, Qəmər xalıda ya da hələ deyirdim. Sən elə xoruldurdun ki, mən qoymurdun gecə yatam.
Mən hələ fikirləşirdim ki, deyirəm, Qəmər xala sən niyə belə qoyur evə gələsən? Yox, Qəmər elə şeydən narahat olan deyil. Sən özünün üstünə düş. O ağır fəsadlar verər sənə sonra, canımsın. Sən onun indidən üstünə düş. Sənin pulun var da. Bizə baxmaya, bizə şey... Pul deyirsən, harda deyir pul? O qədər borc, xərc, heç bilmirəmdir. O günləri arvadımdan mən, hərəmizin 2 dənə maşını var. Qarajımız yoxdur ki, onları mən salam. Qaraj tapamıram. Vay, qarajınız yoxdur, hə? 2 dənə maşınınız var amma, hər özün ki. Ha, yox, sən problemlərin içində üzürmüşsən ki. Hə, onda biz nə qayraq? Onda biz neynəyək? Canın sağ olsun. Mənə bax, qulaq az. Şeydir, səndə pul olmaz, 1500. Xeyir olsun, Qasımda, nə olub ki? Xeyirdir, xeyir iş olmağına bir nəfər var. Onun övladı dünyaya gəlib. İndi uşağın oradan çıxartmaq lazımdır, balnisadan. Kimin uşağıdır ki? Kim? Uşaq deyirsən, nə uşağı dünyaya gəlib? Oğlanın. Oğlan kimdir ki? Nə bilim, yolda gördüm. Pis oldum, biraz ürəyim ağrıdı. Dedim, uşaq qalmasın balnisada. Ay Qasım dayı, yoldan keçəndirsə, bəlkə maşinlikdir. Nə işin var? Gəl mən sənə bir məsləhət verim. Yox, bir dəqiqə dayandalı. Kimlə oturursan, deyir, gəl sən məsləhət verim. Mən bilmirəm nə var, nə yox, ayıq. İndi varındırsa ver, indi insandır. Qoy görüm nə düzəldirəm. Qoy görüm nə düzəldə bilərsən. Qasım dayı, mən sənə 500 verə bilirəm. Hə. Amma xahiş edirəm, ayın axırına çatdırasan da. Nə olar? Yox, həmən adama deyərəm ki... Gücüm ona çatır, ha. Həmən adama deyərəm ki, borc almışam. Ayın axırına kimi qaytarsın mənə. Gücüm ona çatır. Allah, yox, bildim. Çox sağ ol. Çox sağ ol. Onda mən gedim. Yaxşı ol. Halal olsun. Bax, sən halal adamsan. Xoşum gəldi səndən. Həmişə çarəsizə, ümidsizə dayaq olmaq özü böyük bir igidlikdir. Sən bunu bacardın. Halal olsun. Çox sağ ol. Yaxşı adamsan, ha sən? Sən o qədər də pis adam deyirsən. Qasım dayı, mən də sənə bir söz deyim. Bir bacı oğlun kimi də. Buyur. Bax, pul dünya malıdır. Bugün var, sabah yoxdur. Həm də ki, pul bugün məndədir, sabah səndədir. Yox, məndə hardan oldu, para verəcəm də. Bu pul elə şey gəlir, həmişə səndədir. Sağ ol, sağ ol. Məndə getdi. Getdi. İndi para verəcəm. Özündən müqayət ol. Sağ ol. Qulaq al, o qaraj məsələsinin üstünə düş. O qarajsızlıq böyük problemdir. Başla. Böyük problemdir. Sağ salamat. Salamat, hələlik. Buna baxayım. Necəsən ay oğul? Sağ ol. İnanırsan day, bütün Bakını fırlanmışam. Bu xəstəxananı gəlib tapana kimi, səni axtarıb tapana kimi. Neynədir, necə oldu, nətər oldu bala? Narahat olma, birazını düzəltmişəm. İnşallah sabah da birazını düzəldib uşağı çıxardacam. Narahat olma. Yoxu sabaha saxlama da oğul, nə qədər düzəltmişsən? Var, biraz var. Məndə də biraz var, yığmışam. Biraz? Hə, ondan, bundan biraz var. Nə qədər var ki? De, 1, 2, 3, 4, 5, 600 manat. Nə, axsaqqal. Haycan. Mən sənə nə qədər təşəkkür eləsəm, sənə nə qədər minnətdar olsam, yenə azdır. Sağ ol oğlum. Allah sənin ürəyivə görə versin. Çox sağ ol oğlum, çox sağ ol. Böyük balı olsun, Allah qorusun, Allah saxlasın. 600 sən verdin, 900 özümdə var. Sabah üstünü düzəldirəm, uşağı çıxardıram. Bax, mən sənə bir söz deyim, yadında, qulağında sırğı elə. Uşağı sevmək o deməkdir ki, yəni sən valideynsən. Amma qonşunun uşağını sevmək o deməkdir ki, sən insansan. Çalışaq bu həyatda həmişə insan olaq. Ay balam, nə axtarsan ey? Ana, sağ demək, dinə, əqimdə bir... Nə var nə axtarsan? Qoşum, nə axtarsan ana? Ay, mən onu nə zülümlə yığırdım. Qoy, daxılını axtarırsan. Sən daxılın birinə yerlərdə nə əzir? Dəli deyil, mən də deyirəm nə axtarır. Ay, mən onu nə zülümlə yığmışdım ana. Mən inandırım səni, ağlıma gəlməyəm, bütün gəlmədiyin şeye baxıram. Ümiddən ha, bir də gördüyüm bax, bu daşındalar çıxdı. Bax, onu ümid edirlər. Yaxşı, nə valla üz verir. Nə qayaq? Kim gəldi? Deyir, dəcən də gəldin. Qasım, üzün gülür deyəsən işi düzüb qoşmuşsan. Həll elədim Qəmər. Şükür. Sağ olsun, yaxşı dostlar, yaxşı qardaşlar. Qoymadılar mənə çətin vəziyyətdə qalım. Sağ olsun. Biləmi? Bəli, Qəmər, bu yaşda hiss elədim ki, kişinin xoşbəxt edən 3 şey var. Birincisi, kişinin evə əli dolu gəlməsidir. İkincisi, kişinin evdə qulağının dinc olmasıdır. Üçüncüsü də bir kişini başqa kişinin yanında çətin vəziyyətdə qoymamaqdır.
Sağ ol Adet. Ne yiyeceğim bunu? Gelen dir nedir bu? Kire gazdır nedir bu? Çok elleşme onsuz da metallama gelir bu. Yaman deyiblər bunu. Börək koymayayım be. Qəmər. Qasım, özünü doydurma. Yemək gəldi. Gəldi? Ocaqda gözümü yaşartdı bütün. Ağlamısan Qəmər? Yox, hep üstüdən gözüm yaşarıb. Mənə bax. Hə, Qoşqal da çal gəlsin o tutun. gəlmir də. Uşağın keyfi yoxdur. Güc bala ilə deyir pul yığmışdım. Heç nə. Heç olmam. Televizyonu yandır. Qoy Xəzər xəbərlərə baxaq. Qoşqal! Allah. Qoşev! Qoşu. Qoşev! Nə bərim görüm. Otur çörəyim. Kalmazdan ye. Ama yemək pişirib. Ondan ye. Ne olub bana? Ver qoşu. Televizyon yandır. Yandırdım da özünə gəlir deyil. Dede mən sözün açığı o daxıla görə çox pis olmuşdum mənə. Yəni mənim də özümə görə xəyallarım var idi. Planlarım böyüdü. Deyirdim ki onu yığıb özümə böyük şeylər alaram. Ne bileyim iştahım yoxdu. Bəlkə siz yeyəsiniz mən yedim. Qoşqar. Öyle. Qəmər. Hadi bu hemen oğlan döyür başka bize yaklaşan. Hə, gözlərindən cin yağan. Hadi ya. Şübhəli bilinən şəxsi saxlayıb. Araşdırmalar zamanı məlum olub ki, Pərviz Mehdiyev yeni doğulan övladını xəstəxanadan çıxarmaq üçün təcili pul lazım olduğunu deyib insanları aldadıb. O, bu işi o qədər peşəkarlıqla görüb ki, pul aldığı insanlarda şübhə yaratmayıb. İnsanların həssaslığından istifadə etməklə pul yığıb. Polis idarəsində onun üzərinə baxış keçirilərkən dələduzluq yolu ilə əldə etdiyi külli miqdarda vəsait aşkar edilib. Polis Pərviz Mehdiyevin analoji cinayətlər törətməsini istisna etmir. Faktla bağlı onun barəsində Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi başlanıb. İstintaq davam edir. Dedim, Qasım, sənə dedim, inanmadın mənə. Qasım, dedim onun sifətindən cin yağır, onun gözlərindən cin yağır. Görsən, inanmadın mənə, görsən fırıldaqçıdır. Görsən mi dedim? Benim o bankamdaki pul xeyriyə getmədi, oğurlandı. Neye yanıram? Oğurlandı. Ona yanıram. Təəssüflənmə bala, neyniyim? Əsas bizim niyyətimiz təmizdir. Bir insanın niyyəti, istəyi gözəldirsə, elə düşündüyü işin yarısını görmüş sayılır. Bizim bala niyyətimiz təmiz olub. İndi neyniyək? Heç nə Qasım, bir arada mənə də qulaq as da. Mən sənə dedim axı, xəbərdarlıq elədim axı. O yolda adama yaxınlaşanlar var, elə bilirsən hamısı təmiz adamdır, elə bilirsən hamısı təmiz niyyətlidir. Onların yarıdan çoxu hamısı fırıldaqçıdır, yalancıdır, afiristdir. Neyinim Qəmər, mən inanmaya bilmirəm də insanlara. O 10 adamın et olmasa birinə mən yaxşılıq eləmiş sayılıramsa, elə bu mənə bəs eləyir. Eyb yox dədə, canın sağ olsun. Da indən sonra heç kimə güvənmə. Yolda sənə kim yaxınlaşdı, onlar hamısını qov gitsin. Necə qovun bala? Yalandan bizi aldadıb bizim sarı simlərimizə toxunan o şərəfsizlərə görə həqiqətən də o ehtiyat sahibləri mən yarı yolda qoya bilmərəm. Köməksiz qoya bilmərəm. Əslən baxana düz deyirsən dədə. O cəmaatı yolda aldadıb pul alan o şərəfsizlər həqiqətən o ehtiyacı olan insanları şübhə altına salır. Adam bilmir kimə kömək eləsin, kimə eləməsin. Heç neysə qanımızı qaraltmayın, heç çörəyimizi yeyin. Nəysə Qəmər. Yox, əsas odur ki, biz beynimizdə bir körpə uşaq canlandırdıq. Ona kömək elədik, onu xəstəxanadan çıxartdıq. Hə? İnanırsan mən uşağın üzünü də gözümün qabağına gətirmişdim. Mən də. Hələ o uşaq böyüyəcək, məktəbə də gedəcək, toyda olacaq. Hə? Çörəmizi yiyək. Ev yox da. Gen allandım. Nışılsın. Gen allandım ama ev yox. Əsas odur Qəmər, niyyətim yaxşı idi, hə? Bəli, sən niyyətin həmişə yaxşı olur.
Yayımın baş sponsoru Bizon. Xüsusi sponsorlar Qardaşlar Mebel, Rosko Halal Məhsulları, sponsorlar Bomba Beloçka tumları, Previta Vitamin Kompleksi, Permalit boyaları, Agromol Kilo Bazarı, Etilər Meat House restoranlar şəbəkəsi və Mebra Az elan platforması.